Salam əziz soydaşlar, hər birinizi salamlayıram. Deməli, çalışırsan ki, heç nə deməyəsən, danışmayasan, bu ölkədə baş verənlərə çalışasan, biganə qalasan, bir çoxları kimi. Susasan, danışmayasan, imkan vermirlər. Nə danışmağa qoymurlar, nə susmağa qoymurlar. Qardaş, sakitçilik olur, çəkilirsən öz işindən, gücünlə məşğul olursan. Bir də görsən ki, adi bir adam yox, xalqın seçməli olduğu bir deputat çıxır ora, xalqın əleyhinə laf eləyir. Türk qardaşlarımız demişkən laf söyləyir. Belə də deyək ki, gəvəzəliyirlər. Qardaş, bunları ilə bir say seçmə seçib ora qoyublar ki, bu xalqa əsəb yaşatsınlar, bu xalqa stres yaşatsınlar, bu xalqa ələ salsınlar, aşağılasınlar. Nə bilim, bu kimdir deputat, bu kimdir hərbi ekspert, bu kimdir o, bu kimdir bu. Nə qədər insan, nə qədər Azərbaycanda belə bu alaq otu kimi insanlar var imiş. Hər bir strukturada olublar, hər yerə. Elə bir ki, zəhərli bitkilərdir də. Zəhərli bitkilər xalqı zəhərləmək üçün. Biri çıxır oradan, ay uşaq pulu verilməməlidir. Kişilər ona görə tənbəlləşə bilər. Hardan bu fantaziya bunlardadır, mən başa düşə bilmirəm. Hardan bu fikirlər bunların beyninə gəlir. Biri çıxır, onu güya ki qahmar durmağa çıxır ora. Güya ki o düzgün deyil, bu da onun dediyinə bəraət qazandırır. Biri çıxır oradan, nə bilim, ay uşaq pulu verirsə, doğub törüyürlərsə onu hökumət mi baxmalıdır, nə bilim nə. Adama deyərlər, ay filan kəs, nəsə onun yaxşı bir adını qoyub, bir rəhmətlik, hamının rəhmət oxuduğu bir insan onun yaxşı ad qoyub ona gedib. Onu demək istəmirəm, mənim həmişə etikam var, onu qorumağa çalışıram, söyüşlə mənim aram yoxdur. Amma vallahi dilim gidişir deməyə, amma demirəm. Yəni o adam, o filan kəs deyir ki, siz doğub törüyəsiz, buna dövlət mi, hökumət mi baxmalıdır? Adama deyərlər, ay dəyyüz, ay alçaq. Və hökumət yalnız səni kimlərini yedirtməli, yaxşı, nətər deyərlər, maaş verməli, yaxşı dəbdəbəli həyat sənin üçün yaratmalıdır da. Bəs o uşaqlar, o uşaq pulu almayıb, böyüyən uşaqlar gedir axı əskər kimi bu dövlətin, bu xalqın, bu vətənin uğrunda həlak olurlar axı, şəhid olurlar. Sən bu insanlara, bu uşağa niyə belə baxırsan? O uşaq bəlkə gələcəkdə Azərbaycanın ən böyük duhası ola bilər, Azərbaycanın böyük alimi ola bilər, Azərbaycanın böyük iqtisadçısı ola bilər, prezidenti ola bilər. Deyirlər, Məhəmməd Peyğəmbər axırıncı peyğəmbərdir. Bəlkə də Allah Teala belə deyək, fikrini dəyişdi, yenidən bir peyğəmbər yollayır. Bəlkə onların içindən biri peyğəmbərdir. Siz bu uşağa, bu nə cür bir yanaşmadır? 2 iyun demək olar da uşaqlara qayğı günüdür, uşaqların müdafiəsi günüdür. Bütün dünyada uşaqlara xüsusi hörmət var, ehtiram var, xüsusi diqqət var, qayğı var. Uşaqlar, məsəl üçün Rusiyada uşaqlar üçün daha çox məsuliyyət var, onların təhlükəsizliyi üçün, onların yeməyi, qidası, onun tərkibi, digər hər şey üçün uşaq üçün olan məhsullar, uşaq üçün olan qaydalar daha həssasdır. Siz uşağa nə cür yanaşırsınız? Elə bu hakim, yəni İlham Əliyev gəldi, bu dayandırdı bu uşaq pulunu, 2003-cü ildə gəlib hakimiyyətə. Elə o vaxtdan bəri uşaq pulu verilmir. Elə həmən uşaqlar idi, getdilər Qarabağda can qoydular, Qarabağı qaytardılar. Və onun bax belə yumruq silkələnməsi onların hesabınadır. Çıxıb bir dənə alçağın biri, güya ekspertdir. Telman adlı bir alçağın biri çıxıb bütün Rusiyada yaşayan Azərbaycanlıları təhqir edir. Güya ki, burada millətin, nətər deyərlər belə, ən aşağı atxodudur da gəlib çıxıb. Elə həmən adam idi mi onu əvvəlcə də deyən, yoxsa başqası idi mi, adını unutdum. Bir Milli Məclisin, mən onlara millət vəkili demərəm, çünki onları millət seçmir.
bir deputat deyək, yaputat deyək. Bax, biri çıxıb o vaxt demişdi o sözü ki, Rusiya Azərbaycanlıları Azərbaycan xalqının atxotlarıdır, yəni tullantı hissəsidir. İndəki bu Telman güya ki ekspertdir, nədir, nə zibildir, çıxıb bu boyda insanı təhqir edir oradan. Deyirlər, ay alçaq, birincisi, bu insanların oradan gəlmə səbəbini soruş, onu ortaya qoy ki, bu insanlar niyə öz ölkəsindən çıxıb Rusiyaya gedir? Öz ölkəsində yaşayış varsa, hər şey yaxşıdırsa, bunlar dəlidirlərmi çıxıb harası gedirlər? Asandır bura gəlmək, burada yerləşmək, burada iş tapmaq, elə bilirsən asandır. Və deyirsən ki, bizimkiler orada bilirik də necədirlər, özləri necə aparırlar, polisin qabağında əyilirlər. Alçaq, bəs Azərbaycandakı polislər qabağında cəmaatın qolunu vurub əymir, cəmaatı qoyun kimi paçalayıb çiynində aparmırlar. Vallahi Rusiya polisi sizin Azərbaycandakı polisdən daha hörmətlə, daha insani yanaşır bizlərə, nəinki Azərbaycan polisləri. Sən nəyi qoyub nəyi axtarırsan? Deyirsən orada yaşamışam. Yəqin özün də burada polisin qabağında əyilibsən, bəs görmürsən ki, burada olan bu digər qeyri-ruslara yanaşma hamı üçün belədir. Yalnız Azərbaycanlılar üçün deyil. Görməyibsən bunu, sən burada olubsansa və yaxud eşitmirsən bunu, görmürsən. Yalnız Azərbaycanlılara belədir. Yeri gələndə ermənini də eləyirlər, yeri gələndə gürcünü də. Bax, gürcülər burada 2008-ci ildə Gürcüstanla Rusiya arasında olan o gərginlikdə burada bir kristal ticarət mərkəzi var. Onun sahibi gürcü idi. Onun aldılar pasportunu, Rusiya vətəndaşı idi. Cırdılar, ölkədən deport elədilər, getdi. Yəni bu bir totalitar dövlətdir. Yəni Azərbaycanın böyük bacısıdır, böyük qardaşıdır. Eyni şeydir. Orada necə polis insana yanaşır, burada da həmən şeydir. Güya ki Azərbaycanda öz milli polislərimiz, dırnaqarası milli polislərimiz güya ki Azərbaycanda insanlarımıza çox mülayim rəftar eləyirlər, qayğıkeş yanaşırlar. İnsanlara bir kaşilyok kimi baxırlar ki, bunu görüm, nə cür eləyim, soyum. Cibinə, nə bilim, narkotik atmaqla, şərləməklə, gah bu nədir, güya sən İran agentisən, namaz qılırsansa sən İran agentisən, nə bilim, haranın agentisən, nə bilim, hər cürdə terrorist adı qoyurlar. Buradan Azərbaycana o sizin qanunsuz həbs elədikləriniz insanlara ailəsi ac qalmasın deyə 5-3 manat yollayanları Azərbaycana gedəndə həbsə atırsınız ki, sən niyə bu adama mənim həbs elədiyimi oradan pul yollayırsan? O millətinin təəssübünü çəkir, onun uşağının ac qalmağını istəmir. Çünki siz o insanı qanunsuz həbs edirsiniz. Ona görə Azərbaycanda 300-dən çox siyasi məhbus var. Sən ekspert, niyə başqa, yəni o deyir, burnun girməyən yerə niyə başını soxursan? Sən niyə hərbidən danışmırsan? Sən niyə erməni ordusunun arsenalından bəhs eləmirsən? Nə bilim, digər ordular. Sən özünə mövzu tapa bilmirsən. Bu Rusiya Azərbaycanlılar sən niyə narahat edir? Nədən narahat edir? Güya bu kişi ekspertdir. Və ekspert, sən Rusiya Azərbaycanlıları sənin mövzundur ümumiyyətlə. Mən sənə bir cad qoya biləm, xiyarsan sən, xiyar, ayrı adın yoxdur sənin, xiyar. Söyünç zad eləmək istəmirəm sənə, halbuki yəqin ki, eşitdikcə bütün Rusiya Azərbaycanlıları sənin yaxşı, nətər deyərlər, özünü, nəslini, hamısını bir yan-yana düzəcəklər. Sən Rusiya Azərbaycanlılarına sağ ol deməlisən ki, Azərbaycanın o kasıb vaxtında bir belə məşəqqətlərin qarşısında gəlib dayanıb sinəsini veriblər irəli, nə ailəsini ac qalmağa qoymuyublar, 5-3 qohumuna kömək eləyiblər. Onların buradan Azərbaycana yolladığı pullara görə ortada dövriyyədə pul olub. O pullarla bax, Azərbaycan hökumətinə işıq pulu veriblər, indiyə qədər qaz pulu veriblər. Hansı ölkədə Azərbaycandakı kimi baha internet qiyməti var? İnternet çəkiflər qiyməti 28 manat. Belə də qiymət olar. Elə mobilni telefonun interneti qiyməti hara gedir, çıxır.
Həmən o Azərbaycanda bir aylıq telefona xərclədiyini burada 3 nömrəyə xərcləmək olar, 4 nömrəyə xərcləmək olar. Bütün ailənin mobil telefonuna xərcləmək olar. Sən niyə real problemlərdən danışmırsan? Adam nə qədər yaltaq olar, nə qədər nanəcib olar, nə qədər siz sırtılmış o rəhmətli Siyavuş Aslan demişkən, sırtığını görmüşdüm, sizi kimi sürtülmüşlərini görməmişdim. Xalq sizin nədir? Lağ obyektinizə çevrilib, yoxsa elə nə olanda siz ağzınızı tutursunuz kütləvi şəkildə Rusiya Azərbaycanlıları belədir, Rusiya Azərbaycanlıları elədir. Sən dəyiz xəbərin oldu, Rusiya Azərbaycanlıları Qarabağ müharibəsində nə qədər əskərlərimizə yardım elədilər, nə qədər pul yolladılar, yardım göndərdilər. Neçəsi buradan getdi könüllü döyüşməyə, kimisə götürdülər, kimisə götürmədilər ki, hələ ordumuz var, bəs eləyər. Burada hamımız yığışdıq, səfirliyə getdik ki, bizi də aparın. Dedilər, hələ Azərbaycanın ordusu bəs eləyir. Allah qazilərimizə can sağlıq versin, şəhidlərimizə rəhmət eləsin. O qazinin də, o şəhidin də qədrini biz xalq bilirik, sizlər yox. Siz bilsəydiniz, qazinin əmək haqqı 80 manat olmazdı. Siz bilsəydiniz 60'a qədər, bəlkə də 60'dan çox müxtəlif rəqəmlər deyirlər, qazi özünü yandırmazdı. Özünə sui-qəsd eləməzdi. Sizi kimi parazitlər daraşıbsınız dövlətin canına, yaxşı dəbdəbəli həyatınız var, yaxşı bahalı maşınlarınız var, uca villalarınız var hamınızın. Qazinin 80 manatına hələ xor baxırsınız. Hələ geri gələndə o dəyiz sənlə yanaşı oturan o bir Siyavuş Novruz var. Qayıdıb deyir ki, qazinin bir abbasını verin də, məştubatın hambalı kimi danışır. O qazinin də bir abbasını verin də. Utanmırsan denən, ölmürsən. Heyifsən, nə bilim, başqa qohumlarından heyif ki, sənin kimi onun qohumu var. Çox yaxşı sənin qohumların var, mən tanıyıram. Heyif ki, onların içində sənin kimi adam var. Çox təəssüf. Siz nədir bu xalqı dolamaq üçün oradasınız? Sən konstitusiyaya görə millət vəkili adlanırsan, səni millət, xalq seçməlidir. Bilirik ki, hamımız xalq səni seçmir. Səni Məzahir Pənahov, Məzo Pənahi yeşiyindən çıxardır, fokusyor. Fokusyor Məzo Pənahi səni şapkasından, həm yeşiyindən çıxardır, doğuşan kimi. Çıxardır səni qoyur ora. Bir-bir sizi düzür ora doğuşan kimi. Güya ki, xalq bilmir, sizi xalq seçir. Heç olmasa çıxıb ora xalqa ilişməyin də. Xalqın qəzəbinə gələndə başa düşəsiniz, olacaq bu, mütləq olacaq. Bu mütləq olacaq. Sizin də hələ dövranınızdır, kef eləyin. Vaxtı çatacaq hamısını. Bax, indi bütün bu, indi Rusiyada hardasa daimi yaşayan, müvəqqəti işləməyə gələn bir 2 milyon yarım, 3 milyon Azərbaycan var burada, Azərbaycanlılar var. Bəs sən o bütün Rusiyalılar barədə, Rusiya Azərbaycanlılar barədə o sözü deyəndə, bəs bu 3 milyonun cavabını sən nəzərə almadın, nə ola bilər? Hələ mən ən yumşaq danışanı olacam, görəcəksən. Səni yağlayacaqlar hamısı. Ballayacaqlar, yağlayacaqlar. Yanaşı, nəslini yanaşı düzəcək hamısı. Başa düşsənmi? Ay alçaq. Sən ged özünə mövzu axtar da, mövzu tap da. Hərbi ekspert olduğudur bu. Oturub orada, vallahi nə bilim, sən o verilişə çağıranda axıl yoxdur. Sən hörmətim olan bir adamdır, o sən niyə o verilişə çağırıb bilmirəm. Elə yaxşı çağırır, ifşa eləyir sizi. Danışın, danışın, nə qədər danışsanız biz sizi daha çox tanıyacağıq. Orada biz, qardaşımız bloger deyir ki, siz heç olmasa ağzınızı açmayın. Yox, açın, açın. Siz danışdıqca biz sizin topunuzun, toplamınızın xislətini öyrənirik ki, biz barədə, xalq barədə nə düşünürsünüz? Alçaqsınız, dəyyüzsünüz, əksəriyyətiniz. Yaxşı millət vəkilinin orada yeri yoxdur. Bax, sizi kimi yaputatlı adamsınız. Götə girən, yaltaq, məni ifadəmə görə hər kəs bağışlasın. Yaltaq, bir belə yaltaq, kişi olun, o bir dənə kişi olun, kişisiz şeiri deyən nə qədər apardınız, həbsxanaya atdınız. Kişi olun biraz, kişi olun. Sizi yetişdirən, sizə o məsləyi verən, sizi, yəni bu dövləti yaşadan xalqın çörəyini yeyirsiniz. Siz
xalqa qarşı heç olmasa getməyin. Ay alçaqlar, ay dəyyüslər, ay murdarlar, murdar sifətlər. Sizin düz də sifətiniz yoxdur, padoşsuz. Amma elə deyirsiniz bu sözü buraxdım, getdi, bu belə də qaldı, yox. Heç kim heç nəyi yaddan çıxarmır. Vaxtı çatanda ayaqlar altına düşəsiniz siz. Götürüb sizi o zibil yeşiklərinə tullayacaq xalq. Xəbəriniz varmı sizin? Siz hamınız qaçası deyilsiniz ki. Nə də hər kəsi tutub bütün xalqı həbs eləyə bilməzsiniz. Xalqın da bir səbir yeri var. O həddə çatanda görəksiniz xalqın qəzəbini, şiddətini. Bu qədər də olmaz. Ay alçaq. Rusiya Azərbaycanlıları Azərbaycan xalqının əksinə ən aktiv, ən qeyrətli hissəsidir ki, ac qalan balasının gözünün içinə baxa bilməyib, gəlib buradan qazanıb pul yollayır, onları saxlayır. O qayğısı olmayan, o millətinə qoyun sürüsü kimi yanaşan hakimiyyətin əlindən gəliblər bura. Çünki orada işləməyə iş yeri yoxdur, qazanmağa yer yoxdur, qazandığını da əlindən alırlar. Özünüz gözəl bilirsiniz, bütün sistem nə ilə məşğuldur? Vergi sistemi də, polis sistemi də, hamısı. Xalqı soymaqla məşğuldular. Cəmaət gəlir, heç olmasa burada 5-3 manat övladına çörək pulu qazanır, yollayır. Yeri gəlsə də Rusiyada elə papaq altda yatan oğullar var ki, sən Telman onun bir kəsinti dırnağı ola bilməzsən. Onun bir zənginə müşkül işlər, düzəlməyən işlər bir zənginə, hətta deputatın sözü keçməyən yerdə bir dənə, məsəl üçün, bir restoranın sahibidir. Məsəl üçün, bir dənə diaspor rəhbəridir. Onun sözü o hökumət adamından çox keçir. Çünki hamısı onun davranışından, onun hörmətindən, onun özünə qazandığı nüfuzundan asıldı. Sən gəl bir Rusiyanı gəz, şəhər-şəhər gör, nə cür oğlanlar, nə cür oğullarımız var, ay alçaq. Sən gələnməzsən o heç, çünki sənin xislətin pisdir. Siz Azərbaycan türkü deyilsiniz, bilmirəm hardan yığma, hər zapçastınız bir yandan gəlib çıxandır. Siz Azərbaycan türkü olsa siz belə danışmazsınız. Siz bu xalqa nifrət eləyirsiniz. Amma o nifrət içinizdən sizi çürüdəcək. Axırda öz başınıza bəli olacaq o nifrətiniz. İnşallah xalq getdikcə sizi tanıyır. Onda səbrinin bir həddi var. Səbrinin həddi var. 30 il gördünüz Qarabağı gözəl, cəmaət erməninin üstünə gülə-gülə getdi. Mahnı oxuya-oxuya getdi. Ölümdən qorxmayaraq getdi. Bir gün də sizin üzərinizə elə gələcək bu xalq. Sel kimi hamınızı Xəzərə tökəcək. Bəs deyin ta bu qədər ağ elədiniz. Alçaqlar.